Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Ötən gün Audiovizual Şuranın onlayn icrası keçirilib və Ayrı-Bir televiziya kanalının efirində mayın 21-i yayımlanan Elgizlə İzlə proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub. Yenilik az xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Bildirilib ki, qeyd olunan proqramda kişi-qadın ailə münasibətləri mövzusunda müzakirələr zamanı aparıcı və qonaq tərəfindən qadını öz başına buraxmaq olmaz. Bunu qadınlar özləri də etiraf edirlər ki, qadını ki öz başına buraxdın, evin yıxıldı, qurtardı. Ümumiyyətlə, deyirlər ki, qadını tanımaq üçün qadına pul vermək lazımdır və bir də azadlıq vermək lazımdır. Onda siz qadını çox yaxşı tanıyacaqsınız. Azadlıq da ver, pul da ver. O qadının sonra əl-ayağını yığmaq olar, pulu da versən, azadlığı da versən, fikirləri səsləndirilib. Şura aparatının audiovizual proqramların monitorinqini və təhlil şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər media haqqında qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi ayrı-seçkiliyin təbliği kimi qeydə alınıb. Daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub. Şura üzvləri məsələni diqqətlə müzakirə edib və yekdilliklə bu dialoqun cinsi ayrı-seçkiliyin təbliği kimi təsvir olunması qənaətinə gəliblər. Sonda Audiovizual Şuranın üzvləri Ayrı-Bir kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib. Bütün yayımçılardan belə müzakirələr zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunur.